Doxadan hamıya salamlar. Çoxdan da kanalımda video olmayıb. Müəyyən səbəblər olub, müəyyən çətinliklər olub. Amma yeni ildə təzədən başlamışam videoları çəkməyə və bu səfər videolar xarici ölkələrdən olacaq inşallah. Burada Christian Dior, iPhone mağazası, Qızıl Bazar. Burada da həmişə aeroporta lotereya olur. Maşınlar. McLaren'dir. Bir dənə də Mercedes. Dediyim kimi burada aeroportda bu Orchard, nəsə qəşəng park salıblar. Bizdə parklar şəhərdə olur, burada parklar aeroportun içində olur. Gedim indi baxım nətər olan şeydir. Mən bu aeroport arsa il yarım əvvəl olmuşam, bu park yox idi. Yəni gələndə reklamı gördüm, qəşəng bir yerə oxşayır, yaxından baxaq ora. Ora deyəsə şey deyə metro ilə getmək lazımdır. Maraqlıdır, aeroportun içində metro var. My friend, Orchard. Thank you. Çox şey görmüşəm, aeroportun içində qatar görməmişəm. Qatar da deyil, yəni tramvay kimi bir şey, nəsə. Gedək baxaq. Orchard here? Yes, Orchard here. Thank you. It's going to east. Bu havalimanı həddindən artıq böyükdür. Böyle bir qəşəng mağazadır burada. Salamatı soruşmağa belə özüm çətin taparam. Excuse me, where is the Orchard Garden? Straight here. Keep going straight. After Louis John, just go down. Okay, thank you very much. Qardaş dedi, buradan dübbələm düz. Louis Vuitton mağazasından sonra dönmək lazım orada. Gedək baxaq. Gördüyünüz kimi artıq burada bilinir ki, haradasa qabağda şeydir. Yine bir gözəl bir qeydiyyat olmalıdır. Gedək baxaq. Bildiyiniz kimi mağazalardır. Burada yaxınlaşırıq, buradakı parkdır. Deyirəm də, əməlli başlı şeydir. Ticarət mərkəzidir. Burada bütün bu brendlər var. Burada həmin o park. Yaşlılığa bax. Çox gözəl bir yerdir. Gedək düşək aşağı, yaxından baxaq. Tam səmidir, yəni kimisə qapalı gözlə gətir, bura qoy. Heç vaxt deməsən ki, bura şey, havalimanıdır. Bir də yəni bu işarələr adamı şeylə bilirsən ki, havalimanıdır bura. Gəlib sakit oturmaq üçün də yerlər var.
möhtəşəmdir, nə deyəsən. Aeroportun içində belə bir qəşəng, yəni balaca da olsa parkdır. Mədə transferlə uçanda, yəni 2-3 saat bekar olursan da, vaxt olur, yəni gəlib rahat gəzmək olar da. Nə bilim, ticarət mərkəzinə gəlmirsən, gəzirsən yavaş-yavaş, nə bilim 1-2 saat gəzdim, so. Quşların səsi var, sadəcə mən bu audiodur, yoxsa doğrudan quşlar var burada. Yəni məncə audiodur. Yəni çünki mən quşları görmürəm burada. Hə, səslərdir. Hə. Yəni burada belə kolonkalar var. Bu kolonkalardan çox güman ki səslər gəlir hə. Hə, bu video biraz qısa alındı, amma növbəti video tezliklə kanalda olacaq. Ona görə kanalı izləyin. Növbəti dayanacaq Vyetnamın Ho Chi Minh şəhəri. Hələlik sağ olun.